Həm də hadisələrin baş verəcəyi yerlərin ünvanlarını və insanların kimliyini də əksərən yazmırsan. Öz vaxtında bunlar da insanlar üçün aydın olacaq. Bu aşağıdakıları isə 24 mart 2000-ci il tarixində yazmışam. Mən xilas deyiləm, özünüz özünüzə xilassınız. Mən inkar deyiləm, özünüz özünüzə inkarsınız. Mən inam deyiləm, özünüz özünüzə inamsınız. Dünya dəyişir, yer dəyişir. Çox gizlilər aşikar olur, aşikar olacaq. Zəka gəlir, zəka ilə həqiqət gəlir. İnamla elm gəlir. Yer dəyişilir. Yer qarışacaq, yenidən qarışacaq. Pis günlər yenə olacaq. O qarışıqlıqlar üz-üzə olacaq. Birlik birləşib anlamlarda bir olacaq. İndi dəyişir, sürətlə dəyişilir. Haqq haqqa gələcək. İnsanlar yaxınlaşacaq. Yaradana zəkada yaxınlaşacaq. Məkanda məkan dəyişəcək. Düyünlər açılacaq. Sülhlər sülhlə gələcək. İnsanlar sevincə gələcək. 165 il olacaq. O illər il olacaq. Dartınma fikirlər müxtəlif sonda bir məxrəcdə olacaq. Hava raihəli olacaq. Qüllələri saxlayın, qüllə binaları saxlayın. İnamınızı özünüz saxlayın. Kitablar qalacaq. Özünüzü saxlaya bilsəz saxlayın. Özünüz özünüzü axtarmırsınız. Onda özünüzü saxlayın. Şaxələnməyin, qopmayın. Bir kökdən qopmayın. Qopara bilməyəcəksiniz, qopmayın. Atlı gələcək, dəmir atlı gələcək. Əlində uzun qarışıqlıq gətirəcək. At yıxılmayacaq, əlindəki uzun ağac ortadan sınacaq. At dönəcək, dəmir geyimli atlı dönəcək, peşiman olub, peşiman dönəcək. Bu aşağıdakıları isə müxtəlif tarixlərdə qeyd eləmişəm. Bizə gələcəklər, Azərbaycana gələcəklər. Almanlar, ingilislər gələcəklər, romanlar gələcək. Elmimiz üçün gələcəklər. Tədqiqatçılar gələcəklər, İslamın tədqiqatçıları. Digər dinlərin tədqiqatçıları, ilahiyyatın tədqiqatçıları gələcəklər. Mən kiməm ki, təsdiq edəm, mən kiməm ki, inkar edəm, deyiləni başqa edəm. Payız olacaq, payızın günü olacaq. İl sonuna ay yarım qalmış olacaq. Bir bağ var, uzaq bağ var. Orada qara ağaçlar var, yanmış, qaralmış ağaçlar var. O bağda səslər olacaq, dəmirlərdən səslər olacaq. Dağlardan keçib Ağrı dağ ətəyində o səslərə qoşulacaq. Böyük qarışıqlıqlar olacaq. Küçələr, yollar qanlı olacaq. Qan qanlı olacaq. Təkərlər üstündə qan gələcək. Yanacaq, yan-yana yanacaq. Yana yanlar yanacaq. Çox yanlar yanacaq. Sarılar, sağalmışlar orada olacaq. Onlar, onlarınki çarıq qalacaq. Çaş qalacaq. Ey insanlar, gün gələcək, gün olacaq. Tarixi olmayıb, tarixdə özlərinə məqsədli yer tutmuşlara, özlərini hamıdan ağıllı saymışlara, başları baş, içi boş olmuşlara, özlərinə yeri Neptun adı ilə qarışıqlar salmışlara bir kişi gələcək, başçı gələcək, tarixdən tarixlə gələcək, tarixli olacaq, zirzəmiləri tərpədəcək, kərpiçli zirzəmilərdən kitablar açacaq, o kitablardan həqiqəti açacaq. Özlərini hər yerə qondarma edib, öz yeri olmadığını görəcək. Tarixlə tarix gələcək. O insanlara əvvəli olduğu kimi deyəcək. Onlar köçmədə olacaq. Fesselərə, o istiqamətə köçmədə, su ətrafında, uzun zolaqda yer tutmada olacaqlar. Tarixi tarix edəcəklər. Zərlərdə, işıqlılarda, Azərlərdə 16 kişi olacaq. Elmli kişi gələcək. Elmlə ilahiyyat o dövrdə bir birlik kimi təsdiq ediləcəkdir. O 16 kişi böyük ərazini qorumada, tarixlə tarix kimi qaytarmada olacaqdır. Bu hal 150 illik arasında olacaqdır. 69 il çox sakitlik olacaqdır. Yeryüzü 69 il sevinç içərisində yaşamada olacaqdır. Üzöpüdən, ağmənlərdən gələn kişi çox kömək edəcəkdir. 10'luktan sonra 150'ni hesap et. 150'den sonra 69 hesap et.
69'dan sonra 33'ü hesab et. 33'ten sonra yine 85'i hesab et. 85'ten böyük artıları hesab et. O 85'te elmləri qanda, insanları yine böyük savaşta hesab et. O 85'in sonunda yeryüzünde semadan düşen bir od olacak. Çok sayıda bəşər qırılmada olacak. 27 il yeryüzü xəstəliklərdə olacaq. O xəstəliklərdə mədələr ağızlarda olacaqdır. Yeryüzü az sayılı insanlar olacaq. Bu dartınma uzun müddətli olacaq. Sanki yeryüzünün bəlaları başlanmada olacaq. Bu ərəfədə şərqlə qərb arasında bir kişi gələcək. Xəstəhal kişi gələcəkdir. O bərqərar etmək istəyəcəkdir. Müvəffəq olmayacaq. Sanki daha yeryüzü süzülmədə olacaqdır. Sular az, ağızlar bağlı olacaqdır. Əllər ağızları tutacaqdır. Sonra böyük silkələnmə, səmadan daşqınlar olacaqdır. O silkələnmə, o daşqınlar 7 il çəkəcəkdir. Hər ildə yenilik gələcəkdir. O insanlar arasında yeni insanlar gələcəkdir. Sanki yerdən ilk bahar anı cücərən, saf, sağlam, ümid verən yenilik gələcəkdir. Yeni insanlar, yeni ilimlər, yeni anlamlar, sevinclər yenə gözlərə qayıdacaqdır. O insanlar uca boy, sinələri enli olacaqdır. Qadınlar uca, belləri incə olacaqdır. Kişi ilə qadın bir yaraşıqda olacaqdır. Hamı sevincdə, gülmədə olacaqdır. Yeryüzünə yenə çox danışma gələcəkdir. O insanlar danışıqda biri-birinə imkan verməyəcəkdir. Yeməklər olacaqdır. Qəlblərdə sevinclər olacaqdır. Evlərdə yemək az olacaqdır. Yeməkləri havada, azadlıqda yemək bir dəb olacaqdır. Göy rəng möhkəm dəbdə olacaqdır. Göy rəngi qara rəng əvəz edəcəkdir. Yuxarıda deyilən bəlaları bəşər özü-özünə gətirəcəkdir. Birlik etməyib, birsizliklər gətirəcəkdir. Mehriban olmayıb, hamıda günah axtarmalar, bəşəriyyətə bəlalar gətirəcəkdir. Ola bilər ki, olmasın. Xilasları özləri ilə, özlərindədir. Ağıl var, şübhə ona yoldaşdır. Şübhə inamsızlığa yoldaşdır. İnamsızlıqlar inkara yoldaşdır. İnkar özünün inkarını, özünün inkarı isə yaradanın özündən uzaqlıq gətirir.